Salam hörmətli təlim iştirakçıları. Mənim adım Asif Nərmanovdur. Mən jurnalizm sinifçisi həmkarımıza sadəcə təcrübələrimi bölüşürəm sizinlə. Bugünkü mövzumuz sosial mövzular üzrə reportajın hazırlanması. Reportaj dediğimiz nədir? Məlumat. Reportajın mahiyyəti məlumat təbliğ etmək. Bunun müxtəlif formaları var. Reportajın müxtəlif istiqamətlərə bölünüyorlar. Məsələn, reportaj var. Sırf hadisə ekranı var reportajda. Sırf orada jurnalistin məqsədi məlumat təbliğ etməkdir. Reportaj var ki, hər hansı bir jurnalist fərqi qayıtlar. İstənilən bir tarixi bir yerə gedər, yaxud da istənilən bir şəhərə gedər. Maraqlı, gördüklərindən bəhsədən bir reportaj hazırlayırlar. Ən əsas məsələ, məlumat olduğu üçün reportaj əsasən məlumat, hadisə yerindən hazırlanan reportaj əsas sayılır. Yəni, jurnalistin əsas məqsədinədir, əgər redaksiyaya çıxırsa, redaksiyaya əl boş qayıtmamalı. Hadisə yerində olan reportajı da o artıq situasiya hansıdır. Birinci olaraq jurnalist nə yanardır? Bir iki müzasın, yanğın başlayır. Ora qədər gedənə qədər, hadisə yerində gedənə qədər məlumat əldə edilir. Yəni, harada yanğın olur, hansı obyektdə olur misal üçün. Fərqli yaşayış mənzilini, belki iş yerindən, bu da fərqli situasiyalar hansıdır. İlk çatdığı məqamda minəməli məlumat əldə etmək üçün şahidlərdən danışmalısınız. Yəni, bir çox halda səlahiyyətli şəxslər həmin hadisə yerində çata bilir, yaxud da səlahiyyətli şəxslər hansı ki məlumat verəcək. Səlahiyyətli şəxslər hadisə yerində gəlib araşdırdıqdan sonra məlumat verir. Ona görə jurnalist ilk olaraq təcrübə, praktik olaraq bunu təmin edir ki, jurnalist ilk olaraq şahidlərdən məlumat əldə etməkdir. Şahidlər bizim Azərbaycan jurnalistikasında əsas problemlərdən biri ki, empatik sınırlarda o bizdə problem edir. Ən çox da bizim televiziya reportajlarda bunu görürük. Nəyə görə televiziya reportajlarını görürük? Yəni, o demək deyil ki, televiziya reportajları bu istəyən empatik sınırlarını xeyr. Saytda və yaxud da qəzet jurnalistləri materialı hazırlayıb gətirir, o görüntü olur. Amma televiziya jurnalistləri birbaşa görüntü olduğu üçün daha çox sınır. Yəni, bizim media müxavirlərindən hesab edən ki, ilk şahid kimi deyək ki, evi yanmış şəxsin zərər edir. Bir insan evi yanırsa, və yaxud da bir insan ziyan deyirsə, ondan birinci şahid üçün məlumat mənbəyi kimi öyrənmək doğru deyil. Yəni, empatik sorunlarda, yəni, bu adamın verici informasiya doğru ola bilməz. Çünki həmin həyəcanla o informasiya doğru ola bilməz. Amma biz bəzən bizə görürük ki, daha çox o formada təqdim edirlər. Və yaxud da insan olur ki, təcrübədə olur ki, insan aile üzrə içərdədir, evi yanır. Jurnalistlər mikrofonu uzadır ki, nə baş verir deyə sual verirlər, bu da doğru bir şey deyil. Ona görə daha çox hadisə şərtləri, ətrafdaşlardan öyrənməyə çalışmalıdır. Digər tərəfdən, başına hadisə gəlmiş şəxsin biləcək məlumat da doğru olmalıyız. Ona görə dediyim ki, mənim fikrimcə təcrübə göstərisi daha çox ətrafdaşlardan öyrənməlidir. Birinci bu, məlumat niyə baş verir sual öyrənməlidir. Sonra, təbii ki, əsas məsələ səlahiyyətli şəxslərin asılmasını gözləməliyik. Səlahiyyətli şəxslərin araşdırmaq aparılıb və yaxud ilkin rəynanmalı, verdiyi məlumatlar olur. Bir çox hallarda problem oradan yaşanır ki, daha çox məlumat vermək üçün, daha tez məlumat vermək üçün bəzən yanlış xət çizilir. Misal üçün, tam səlahiyyətli olmayan şəxslər olur ki, hadisəyə ilkin gəlmiş şəxsləri əsas səlahiyyətli şəxs üçün təqdim edir. Onun verdiyi informasiyanın birin əsas məlumat üçün təqdim edirlər, bu da doğru deyil. Digər tərəfdən, mənim şəxsən öz başına gəlmiş hadisəni demişsə, yəni daha tələbə vaxtı olanda bir Azərbaycanda bir hadisə baş vermişdir. Daha konkretlikcə Əbu Bəkir məsələ var. Yəqin ki, şimdi ziyarətçi internetdən xüsus bilərsiniz. O vaxt orada belə bir hücum olmuşdur. Həmin vaxt təsadüfən yaxud da zərbədə mən həmin hadisə edirdim. Bu vaxt mən ilk məlumat verəndə, ilk verdiyim məlumat olur ki, insanların, orada həlak olan insanların sayı ilə bağlı məlumat olmuşdur, onlardır. Yəni, bu yanlış bir şey. Yəni, heç vaxt dəqiq olmadan bir hadisə yerində, yanğın olsun, fövqəladə hadisə olsun, digər hücum hadisəsi olsun, fərqi yox. Həlak olan, yaxud da zərər çəkmiş şəxslər haqqında dəqiq məlumatı vermək ən yanlış şeydir. Mən şəxsən belə bir yanlış etmişəm, yəni daha cavan təcrübəsi vaxtlarında. Ona görə əsas hesab edirəm ki, hadisə reportajı reportajı. Daha çox, yəni, dediyim üçün bizdə problem olur ki, daha tez məlumat olur. Amma hadisə reportajı üçün məncə daha məlumat əsas önəmlidir və daha dəqiq məlumat.
Bu reportajın yazılı üslubu vardır. Yani hadisə reportajın daha konkret yazmalı, daha qısa yazmalı. Və yaxud da televizor hazırlaşırsa daha qısa etməli. Bir də televizorda belə bir problem var. Reportör daha çox özünü ön plana çıxarmaya çalışır, özünü müşahidə edir. Yəni, müxbir stand-up edir, ən çox əsas şərtlərdən biri ki, stand-up qoyur. Yəni, bu nə dərəcədə doğrudur? Qərb mediası və Rusiya mediası fərqli yanaşmalı olur, amma hər iki media bizim üçün bir nümunə kimidir. Həm Qərb mediası, həm Rusiya mediası. Amma onlarda bizdəki qədər müxbir ön plana çıxmalıdır. Amma bizdə bu problemlərdən biridir. Bu da qəbulunda edilən şeylərdən deyil. Təbii ki, müxbir görüntülənməlidir, istənilən reyxlardır, amma daha çox hadisəni göstərməlidir. Yəni, oxuduğu üçün müxbirin dediklərindən daha çox hadisənin baş verməsi və səlahiyyətli şəxslərin, o cümlədən şahidlərin dediyi oxucu və tanışıcı. Yəni, məlumat ancaq bulaqalı deyil ola bilər, yaxud daha çox məlumatlandırma olacaq. Bu hadisə reportajında yazılı üslubu benim üçün daha konkret və daha lakanik olur. Bir də bana reportajın digər üslubu var ki, bu araşdırma reportajı deyilir, bəzən bu araşdırma deyilir, bəzən də reportaj araşdırma. Yəni, bir jurnalist sosial bir problemi olduğu bir yere gelir. Oradan hem reportaj arzuyor. Yani bunu hem reportaj hem de araştırma problem varsa yani. Misal için bir binada su problemi var. Veyahut da hansı bir yaşayış məntəqəsinin kanal haklanamalı, kanal xidmətləməli problemi var. Yani bu hem reportaj edilse orada hem de hadisene problemi araştırılsa. Yani onun için onun da belli yolu var, yani bu qəbul edilmiş yolu var. Şahitləri danışdırmalısan, yəni məlumatı kimdən məşğulluğunu öyrənməlisən. Onların dediyi hər informasiyanı vermək də doğrudur, hər iddianın daha olsun. Yəni, bəzən şikayətçilər elə bir iddialar səsləndirir ki, yəni, bu tamamilə reallıqdan uzaq olur. Amma bu demək ki, jurnalist onun dediyi hər iddianı verməlidir. Daha çox şikayətlə bağlı, problemlə bağlı məsələləri qabaqmalıdır. Sonra isə həmin problemin əlində məsul olan qurumlarla əlaqə yapmalıyıq. Təbii ki, siz özünüz də praktikada görürsünüz. Həmin qurumların mövqeyini verməli, mütləq şəkildə. Bəzən o qurumlarla, qurumun dediyi məlumat, verdiyi məlumatla açıqlamaq mövcud problemi tam çəkdirməyə bilər. Bu cür çəkdirmək olur, amma bu artıq jurnalistin problemi deyil. Jurnalistin problemi odur ki, jurnalistin işi odur ki, problemi göstərir, şikayət edir və qurumdan mütləq şəkildə informasiya əldə edərək mövqeyini açıqdır. Yəni, artıq biz təqdim edirik cəmiyyətin nöqtəsindən baxırıq. Biz informasiya veririk, cəmiyyət bu doğru olmalarını müəyyənləşdirəcək. Burada başqa bir bəzən problem çıxır ki, Azərbaycan jurnalistinin bir çoxalda mövqeyi sərgilir. Bu mövqeyi, xüsusən reportaj janrında mövqeyi hadisə və problemin araşdırılması zamanı ortaya qoyulmur. Amma üçüncü bir reportajın üçüncü bir istiqaməti var ki, pratik olaraq bunu tam ki, nəzəriyyədə sıx verilməsi ki, belə yazılması ki, reportajın bir neçə qolu var, hadisə, şikayət və mən deyilmişimdir, daha çox praktik edilir. Bu mövqeyi məsələsi yalnız dediyim ki, bir jurnalist bir hansı bir yerdən, səfər etdiyi bir yerdən reportaj hazırlayarsa, o zaman yəni jurnalistin artıq o təxəyyülündən və təsəvvüründən asılıdır hər şey. Bəzən bu reportaj tiplərində ədəbi üslubla dolma verir, daha çox maraqlı olmaq üçün və yaxud da publisistikanın müstəqillərinin rolu olur. Yəni, daha çox jurnalist yardımcılığı üçün qəbul edilir. Misal üçün, siz hər hansı bir maraqlı biləcəkmişsiniz, səfər edilməkmişsinizsə, tarixi abidə varsa, müzeylərdən olan bir yer varsa, buradan bir reportaj hazırlamışsınız. Orada artıq mütləq şəkildə əsas deyil ki, siz orada kimsə mövqeyə edirsiniz, şahidlərə danışırsınız, deyil. Siz sadəcə gördüklərini təsəvvür edirsiniz, təsvir edirsiniz. Bu təsvir məsələsi yazılı mediadan təbii ki, televizyon mediasından görüntülərdə fərqlənir. Amma əsasən, əgər biz yazılı mediadan yazırıqsa, bu artıq jurnalistin qələminin nə qədər güclü olmasına asılıdır, təxəyyülün nə qədər güclü olmasına asılıdır. Burada isə bizim üçün mütləq şəkildə hansı mütləqin mövqeyə ehtiyac yoxdur. Yəni, reportaj janrında jurnalist mənim fikrimcə hadisə və
hər hansı bir problem işlandırılmasından mövqe sərcilənmə, amma jurnalist əsas mövqeyi əsas qərarını biz sırf belə mümkünsə, yanımızlıq arkadaşlar reportajlarda ortaya. Yəni, burada mümkün olan müraciətlərdən biri olur. Ən önemli məsələ isə, yəni nəticə etmədən nə etmiş çağırır? Jurnalist redaksiyadan çıxırsa, oraya boş qayıtmır. Bəzən olur ki, bir hadisə siz tam informasiya əldə etməlisiniz. Amma ona rəğmen belə ilkin informasiya kimi, ilkin məlumat kimi, siz baş verən hadisəni orada artıq öz gördüklərinizi də qeyd edə bilərsiniz. Yəni, bir yanın zamanı nə baş verir, qeyd edir, həm də orada şahidləri danışdıra bilərsiniz. Gerçi durumlar, sadəcə durumlar həmin vaxtın dəqiq informasiya verməsə və yaxud da bir şikayət yerinə getmişsinizsə, bir problemi iş var getmişsinizsə, orada rəsmi qurumların mövqeyi öncədən bilirik ki, praktikada bəzən həmişə alınmır. Amma onunla belə siz bu material tam olmasa, tam sayılmasa belə, ən azından rəsmi quruma müraciət etdiyinizi qeyd etməklə verə bilərsiniz. Amma dediyim digər reportaj məsələsi var ki, o təsəvvür, təsvir edilən reportajdır. Bu isə artıq dediyim kimi, jurnalistik öz yaradıcı davranmalıdır. Mənim fikrimcə, reportaj jurnalistin əsas janrıdır. Hər baxımdan, həm məlumat baxımından, məlumat vermək baxımından, həm yaradıcılıq baxımından və təbii ki, bütün jurnalistlərə, hətta sonraki rəqd olmuş şəxslər, media rəhbərləri, media kaptanları ən yaxşıları hansılar sayılır? Sırf reportörlər, yəni bu işin reportöründən gələnlər, bu işin əlifbasından başlayır. Reportaj yəni siz əlifbası edilə bilər jurnalistlər. Əgər siz bunu yaxşı edə bilirsiniz, hətta o prosesdə təcrübəniz varsa, gələcəkdə həmin jurnalist daha təcrübə baxımından, həm peşəvi baxımından həmin jurnalist böyük ölçüdə üstünlüdür. Suallar varsa buyurun. Reportör rəsmi qurumlara müraciət edərkən nəyə diqqət etməlidir? Əsas məsələ təbii ki, bəzən bu jurnalist yaşadır. Bəzən tutaq ki, jurnalist rəsmi qurumdan hökmən bəzən informasiya tələb edir. Təbii ki, qanun tələb edir ki, qanun imkan verir ki, hər hansı bir rəsmi qurum jurnalistin məlumat vermək borc olur. Amma praktikada biz baxdığımızda bu artıq mühasibəçilik sisteminin asılıdır. Yəni, məsləhət tövsiyə belə olur ki, jurnalistin əsas hədəfləri, məqsədləri, məlumat hədəfləri. Əgər qarşıdakı tərəf, rəsmi qurum sənə tam məlumatı vermək istəmirsən, prosesi olabilirsən, bu daha belə demək mümkünsə, vəziyyətə onu dağılmalıdır. Məlumat əldə etmək üçün mütləq şəkildə qarşı tərəfin hükümlə danışmaq bu məsələ olunur. Nəzəri baxımından yanaşdırılsa, əsas məsələ olmalı ki, jurnalist rəsmi qurumdan məlumat öyrənməklə problemi tam işləndirilir, problemi tam ifadə etməlidir. Yəni, sualı tam ifadə etməlidir. Rəsmi tərəf, rəsmi qurum o sualda nə soruşdur tam anlamalıdır. Və mövqe nümayiş etdirilmir, mövqe sərcilənmir. Bəzən olur ki, jurnalist bu niyə belədir, əslində belə olmalıdır, deməməlidir. Bəzən deyilir ki, biz əslində belə olmalıdır. Amma belə deyil, bu belə olmalıdır, əslində bu cür olmalıdır. Mövqe sərcilənməlidir. Yəni, daha çox sual kontekstində və problemin bu olduğunu ifadə etməlidir. Həmin məsələ reportaj rəsmi qurumların, aidiyyatı qurumların xoşuna gəlməyəcəksə belə deyək, qolunda. Onlar sərt mövqe göstərir. Bu zaman jurnalist necə reaksiya verməlidir? Məlumat verməli halda sənə yox, onun əleyhinə, yəni hansısa yurdu, həmin icra nümayəndəsi sərt mövqe göstərir, halbuki günahkardır. Həmin məqamda jurnalist necə başlayır? Jurnalist olduğu üçün verməlidir. Yəni, əgər yazın deyək ki, reportaj yazılırsa, bir problem lazım. Yol tikintisinin ama bir problemi. Siz problemi işlandırdınız. Sonunda rəsmi mövqe təzəlməsi. Bu rəsmi qurumun hansı formada verilməyə asılı olmayaraq, təbii ki, jurnalistləri təhqir etməmək və yaxud da deyək, şikayətləri təhqir etməmək şərtində. Asılı olmayaraq, onun mövqe tamamı verilməlidir. Bu halda isə, yəni artıq dediyim kimi, oxuyucu məlumatlarında cəmiyyət artıq bu həmin informasiyanın reportajı oxuduqda nəyin nə olduğunu daha rahatdır. Yəni, hesab edirəm ki, jurnalist burada mövqe sərgiləməkdənsə, hər iki tərəfə, problemi işlandırmayarkən də rəsmi qurumun hansı formada məlumat verməsinə asılı olmayaraq və sərt,
seçili üslubu fərqi yoxdur. Onu olduğu üçün təqdim etməlidir. Bir də ən önəmli məsələ, rəsmi qurumlarla məlumat aldıqda bunu bir neçə praktik olaraq bir neçə yolu var. Ya telefonla danışırsa biz bunu mütləq şəkildə səslə sormalıdır. O cümlədən elektron formada müraciət edirsə, bu fakt olsun deyə bir sonraki dövrdə jurnalistin özünün də problem yaşamamaq üçün, o cümlədən həmin rəsmi qurumun mövqeyini, yəni dediyi sözü, mövqeyini təşkil etməmək üçün mütləq fakt olmalıdır. Bu həm səs formasında olmalıdır, həm də elektron formada varsa, bu da saxlanılmalıdır, axır kimi. Hətta bizə öyrədilənlər bu olub ki, öz materiallarımızı uzun hətta 10 illərdir, mənim özümün 10 illərdir də axırında bütün yazılan materialları orada saxlayıb, işarələmiş orada saxlamışım. Bu nəyə yaşır? Heç vaxt bəzən olur ki, bir ildən sonra, bir neçə aydan sonra nə vaxtsa yazdığınız material sizə problem yarada bilər, yaxud da sizin əleyhinizə çevirə bilər. O zaman axırda varsa, axırı çıxarıb təqdim edə bilərsən. Axırın saxlanması ən önəmli məsələlərdən biridir. Bu, ümumiyyətlə, bir jurnalist, yaxşı jurnalist, mütləq mən hesab edirəm ki, axır olmaq, yəni mənə öyrədilən bu olmaq. Başqa sual var mı? Abi neçə dəqiqə olur? 16:55. Sual Bir vermədi. də 20 dəqiqə olur. Dayandırıb bu sual vermədi. İşimiz getdi şey. Yox, mən hesablayıram. Amma bir dəqiqə var. Kəsməyəcəm. 4 dəqiqə var, yəni hesabını qula gəlməsiniz. Başqa nə danışmında başlayır, partiyayla başladı. Başlayıb. Rəportajda ən önəmli məsələ bu təbii üslubdur. Ümumiyyətlə, üslub jurnalist məsələsidir. Hər bir jurnalist öz üslubu olmalıdır düşünürəm. Yaxşı jurnalist olmaq istəyirsinizsə, gələcək üslub və həm də belə deyim ki, digərlərindən fərqli olmaq istəyirsinizsə, özünüzün üslubu formalaşdırmalıdır. Bu, o demək deyir ki, xəbər üslubu fərqli olmalıdır. Xeyr, jurnalist qaydaları var, xəbər öz üslubu var, reportajın öz üslubu var, müsahibənin öz üslubu var. Bu, qəbul olmuş qaydalar. Amma bir jurnalist bu janrların içində öz üslubunu formalaşdırmalıdır düşünürəm. Yəni, bu halda yalnız daha fərqli bir mövqeyə sahib olarsınız, daha çox tanına bilərsiniz, öz imkanınızı daha çox tanıda bilərsiniz. Reportaj da təbii ki, bəlli bir üslubu var. Yəni, hadisə reportajına danışırsa, hadisə yerə girirsiniz, orada məlumat toplayırsınız, baş bir hadisəni göstərirsiniz, şahidləri danışdırırsınız, rəsmi mövqeyə girirsiniz. Yəni, hadisəni təsvir edirsiniz. Amma daha çox informasiya formasını təsvir edirsiniz. Bu, hadisə reportajının üslubu. Problemi işıqlandırırsa, sosial hansını problemi işıqlandırırsa, bunun da üsluba dediyim kimi problemi araşdırırsınız, sonra həmin problemi başqa bir yerə gedirsiniz. Orada həm gördüklərinizi yazırsınız, həm deyək ki, problemi özləşən şəxsləri, vətəndaşları danışdırırsınız, daha sonra rəsm görülürlər. Bunlar qəbul olmuş məsələlər. Bir də digər ki, hansı ki, təsvir reportaj var ki, o da özünüzün yalnızlığından asılıdır. Amma bütün bunlar içində mənim içində jurnalist öz üslubunu da formalaşdırmaq. Bu necə? Məsələ fərqli yanaşmaq. Deyək ki, hadisə reportajında hadisə ilə bildirsinizsə, bütün jurnalistlər bir, deyək ki, adətən belə olur, televiziya jurnalistləri də olsun, o cümlədən foto reportajlar da olsun, o cümlədən yazılı meydanlı reportaj olsun. Bəzən eyni şahidi danışdırırlar, yaxud da eyni şəxsi danışdırırlar. Siz həmin vaxtda, yəni, zaten olsa bütün cəmiyyətə, bütün alıqları onu görəcək. Siz daha fərqli bir üslub seçə bilərsiniz, daha fərqli bir danışdıra bilərsiniz. Misal üçün, praktikada həmin hadisə yanında olan hadisə daha azlaşdırı danışdıra bilərsiniz. Çünki bir həqiqətli uşaqlardan sonra belə bir misal var. Yəni, uşaqlar daha bəzəmədən daha çox gördüklərini danışır. Fərqli yanaşma budur. Fərqli yanaşmadan biri budur. O cümlədən hadisə reportajında demək ki, siz daha çox empati göstərib, deyək ki, problemlə üzləşmiş şəxsdən daha çox, yəni əgər hal olanlaşırsınız, daha fərqli bölgəsiz səbəbsiz. Bu hadisə yapılması. Digər problem ən azından problem işlandırmasına bağlı, fiziksel problem işlandırmasına bağlı reportaj hazırlayırsa, burada yenə də əgər yazılı reportaj yazırsa, giriş cümləsi mütləq fərqli olmalıdır. Yəni, dediyim kimi də bilgisindəki hansı bir problemi işılandıran reportaj hazırlayırsa, bunun qaydaları var. Oxucu deyək ki, birinci yazını açırsa, bu qəbul olmuş bir stereotipdir. O
oxucu yazını yalnız bu halda axıra baxa bilər, yaxud daha çımala göstərə bilər ki, iş giriş cümləsi, ilk adres onu çəkməlidir. Yəni, bu necə yazı deyilən bir anlayışın əsas qaydalarından biridir, qəbul olmuş qaydalarından biridir. Bəzən siz tamam fərqli bir şeydən başlaya bilərsiniz. Misal üçün, bir xanım ki, tarixi verilən reportaj açılsınız. Deyək ki, bu tarixi ayda uçur, yaxud da uçmaq təhlükəsindən özləşir. Siz ondan reportaj açılsınız. Bu nədir? Problemi şirandır. Yəni, elə ki, orada həm şahin, tarix abidənin ziyarətlərində danışdırmalısınız, rəsm qurumlarında danışdırmalısınız. Amma bunu sırf quru formalar təqdim edəcəksinizsə, numaralı olmayacaqsınız. Siz fərqli bir yanaşa bilərsiniz. Misal üçün, həmin tarixi abidənin deyək ki, memara baxqanlar, onun hər hansı bir sözündən başlaya bilərsiniz. Tamam fərqli demək bu demək. Yəni, mənim fikrimcə biraz məsələ həmişə fərqli yanaşdırır da. İç giriş olan, giriş dünyası. Bu daha çox maraqlı olur, oxumalı olur. Diğer tərəfdən, həm də qəbul olmuş bir məsələ var ki, deyək ki, problemi əgər işlandırırsınızsa, bu öz üslubu sıxılmasına işlandırırsınızsa, fərqi yoxdur. Əsas ki, məlumat çatdırmalısın. Bir də bəzən dolğun olmalı. Yəni, oxucu oxuyur, bütün və hər tərəfin mövqeləri var. Amma problemi tam anlamıyor. Mütləq şəkildə çıxış yolu deyilən bir şey var. Yazı üslubunda, və də jurnalistikdə çıxış var. Yəni, problem var. Hər şey, bütün məlumatlar var, rəsm qurumların mövqeyi var. Amma problemin həlli nədir? Yəni, bunu da mütləq təqdim etməlisiniz. Əgər bu olmasa, təbii ki, bu bir məlumat çatdırma baxımından doğru sahibdir. Digər tərəfdən, Azərbaycan jurnalistikasının mənim fikrimdə ən yorucu üslublarından biri nədir? İstənilən mövzu inanmalı, yəni bu reportaj olur, bəzən hər hansı bir şikayətin işlandırılması olsun. Yəni, bu da reportajın şeyi sayılır. Problemi təqdim edirlər, sonra ilk giriş adreslarında, problemi təqdim verirlər. Daha sonra sizə fikirlər, yəni rəsmi qurum olsun, ekstra rəy olsun, bunlara alt-alta düzülür. Yəni, bu çox maraqsız bir üsuldur. Yəni, siz bəzən elə yanaşın, tam ki, öz yazılıqda sormaq, yəni yayınlanan sonra. Yəni, bir oxucu kimi bunu oxuyarsın, sona görə oxuyarsın. Yəni, mənim fikrimdə o məsələdə də belə bir qədər yardımcı nümayişdir. Daha fərqli bir formada təqdim edirlər ki, bu oxucuya daha çox maraq olsun. Bunu adətən bir məsələ oldu. Yəni, bu qərb meydəsində fərqli bir danışma var. Ən çox da BBC üsulu deyirlər. BBC-nin üsulu iki formadır. Deyək ki, problem var, jurnalist problemi təqdim edir. Öz problemi yaxud da öz fikrini gücləndirmək üçün ekspert rəyini istifadə edir. Və yaxud da ki, ekspertin rəyini gücləndirmək üçün, fikrini gücləndirmək üçün özü bir nesil cümlə ilə bəzən şərhlər, daha doğrusu mövqe nümayişdir, mövqe deyil, problemlə bağlı müəyyən bir məlumatlar paylaşır. Yəni, bu üslub daha oxunarlı sayılır. Yəni, əgər bir yazını, bəzən material hazırlayırsa, əziyyət çəkirsə, amma bunu çatdırmaq var. Yəni, deyək ki, oxucu, əsas məqsədində oxucuya çatdırmaq. Ona görə bunu həm də üslub məsələsində xüsusi fikir verməlidir deyə düşünürəm. Bu qədər.